Necəsiniz Şad bəy? Teşekkür ederim çox. İlk sualım bu idi ki, dünyada yüzlərlə din var. Necə əmin ola bilərik ki, haqq din İslam dinidir? Maraqlı sualdır, amma yüzlərlə yox, daha çoxdur. Nəyə görə? Adicə təkcə xristianlığın özündə bizdən məsələn soruşsan, bizim müsəlmanlardan əsasən bildikləri pravoslavlıqdır, katolisizmdir, bir də protestanlıq. Amma onlara baxdığın zaman sadəcə protestanlıqla əlaqəli olaraq 2000-dən çox məzhəb var. Sonra buddizmə baxdığı zaman biz buddizmi bir tərəfli görürük. Buddizmin özündə belə fərqlidir. Məsələn, Tayland buddizmi ilə məsələn Çin buddizmi bir-birindən fərqlidir. Və sair bunları artıra bilərik. Eyni zamanda Yahudiliyi biz elə bilirik ki, sadəcə bir çeşid Yahudilik var, amma Yahudiliyin mövcudluğundan bəri onların da məzhəbləri var, qruplaşmaları var. Bu hamısına aid eləyə bilərik. Amma haqq dinin İslam olduğunu bilmək üçün, baxın, burada birincisi İslam deyəndə nəyi nəzərdə tuturuq onu müəyyənləşdirməliyik, aydınlaşdırmalıyıq. İslam əgər digər dinlər kimi bir din kimi müqayisə eləsək, bu yanlış olacaq. Çünki İslam bir yolun adıdır, bir prospektin adıdır, roadmapdir. Oradakı həmin yol elə bir yoldur ki, Allah məsələn bu yolun adını İslam deyəndə nəyi deyir? Yəni sülh, əmin, amanlıq yolu. Bu sülh, əmin, amanlıq yoluna İslam deyib. Amma digər din adları sonraki dövrlərdə ortaya çıxmış şəxslərlə, sonra milli kimliklə əlaqəli olan adlardır. Məsələn, bu günlərim Çində olan Santio adlandırılan dinlərdən biri Konfutsiyanizm, Konfutsiyusun adı ilə bağlıdır. Sonra Taoizm, Tao'nun adı ilə bağlıdır. Yahudilik xalqın adı ilə bağlıdır. Hinduizm onların özlərini adlandırdığı bir din deyil. İngilislərin və yaxud da digərlərin Hind çayı ətrafında yaşayanlara ümumi şəkildə dedikləri bir addır. Amma onlar öz dinlərinə əzəli, əbədi din mənasına gələn Sanatana Dharma deyirlər. Yəni ayrı-ayrı yanaşmalardır. Ona görə də bu İslam dediyimiz anlayış əslində hər bir zaman, tarixin hər bir dövründə mövcud olan bir əsas yoldur. Əsas yolu olanda da neyinir? İnsanın, Quran-ı Kərimdə də Rum surəsinin 30-cu ayəsindən də baxdığımız zaman görə bilərik, insanın yaradılışına uyğun olan bir din olmalıdır. Yəni bu din mənim həyatımı asanlaşdırmalıdır, çətinləşdirməməlidir. O din mənə huzur verməlidir, rifahımı artırmalıdır, yüksəltməlidir. Mənim həyata baxışımı müsbət mənada dəyişməlidir. Mənim suallarıma cavab verməlidir. Mən niyə buradayam? Hara gedəcəm bundan sonra? O zaman həqiqi mənada dinin nə olduğunu bilə bilirik. Ona görə də haqq din dediyimizdə bunun özünü də sorğulamalıyıq. Bugün İslam deyəndə hansı İslam? Bir var Allahın insanlara göndərdiyi İslam, bir də var insanların uydurub adını qoyduqları İslam. Məsələn, bugünkü İslam anlayışına baxanda bunlar bir-birini qırırlar. İŞİD də özünü müsəlman sayırdı, Boko Haram da özünü müsəlman sayırdı, Əl-Qaidə də özünü müsəlman sayır, Taliban da özünü müsəlman sayır. Hansı biri? Allahın dinində varmı? Məsələn, dinindən dönəni öldürməlisən deyirlər. Varmı Quranda belə bir şey? Xeyr. Və yaxud da insanlara məsələn əmr edirlər ki, içki içəni, spirtli içkidən gedir söhbət, cəzalandırmalısan. Varmı Quranda belə bir şey? Xeyr. Bunlar əsasən hədislərdə keçirdi. Rəvayətlərdən, hədislərdən, müxtəlif kitablarda olan, İsrailiyyətdə olan məsələlərdir. Bu Allahın göndərdiyi dində belə bir şeyə rast gələ bilməzsiniz. Demirəm bunlar yaxşıdır və yaxud da icazəlidir, xeyr. Amma Allahın demədiyi məsələləri həyata keçirirlər. Çünki Allahın demədiyi, buyurmadığı əmr kimi bunu qəbul eləyib, insanların həyatlarını o şəkildə bir çətinləşdirirlər. Məcburi bir hala gətirirlər. İnsanların həyatını, gözəl bir həyatı daha da ağır bir hala gətirirlər. İslam bunu istəmir. İslamın istədiyi biz peşəmizdən, ixtisasımızdan, mövqeyimizdən asılı olmayaraq hər birimiz bir-birimizə gözəl şəkildə yanaşmalıyıq. Amma bu günlərin baxırsınız ki, insanlar bir-birlərinə danışıqlarından görə, fikirlərindən görə, düşüncələrindən görə, sözlərindən görə birinə bidət əhli deyir. Ona salam vermək olmaz, ona qulaq asmaq olmaz, ona tamaşa eləmək olmaz, onu seyr etmək olmaz, ona baxmaq olmaz kimi fikirlər ortaya atılır. Niyə? Halbuki Allah Quran-ı Kərimdə deyir ki, onlar deyir, sözə qulaq asarlar, ən gözəlinə tabe olarlar. Niyə? Allah bizə çünki ağıl verib, şuur verib. Ona görə də Quranda dəfələrdən niyə ağlınızı işlətmirsiniz, niyə fikirləşmirsiniz, niyə dərindən analiz eləmirsiniz kimi ayələr var. Ona görə də bizim dediyimiz İslam bu günlərim Allahın Quran vasitəsilə bizə təqdim elədiyi bir kitabdır. Mənim də insanlara dəvət elədiyim İslam bu günlərim Allahın bizə çatdırdığı həmin o din anlayışıdır.
digərlərindən fərqləndirən məsələ budur. Çünki digərlərini gəlib siz məsələn bir adam özünü müsəlman saysa, mən keçən dəfə onunla bağlı bir statusda paylaşmışdım. Adamın biri ilə söhbət edirəm, özünü ateist, deist adlandıran şəxs. Deyir ki, məsələn mən dindən çıxdım. Soruşdum ki, nə vaxt dinə girmişdin? Bu biraz düşündü. Çünki bu dinə girmə deyə bir seremoni, bir mərasim, bir ritual həyata keçirilməyib. Varmı belə bir şey? Bu da yoxdur əslində. Niyə sadəcə özünü adlandırıb? Çünki müsəlman valideynlərdən dünyaya gəlib. Çünki müsəlmanların yaşadığı bir coğrafiyada yaşayır. Özünü ona görə müsəlman bilir. Müsəlmançılığı nədir? Oğlan uşaqlarının deyək ki, sünnət olması olaraq müsəlmançılığı biz bilmişik. Qızlar üçün müsəlmançılıq nədir? Bunu düşünməyibdilər. Çünki qızları heç düşünülə biləcək bir məxluq olaraq qəbul eləməyibdilər. Köçəri quş kimi baxılıb hər bir zaman. Bəs Elşad bəy, bu dedikləriniz düzdür. Bəs İslamı digər dinlərdən ayıran, xristianlıqdan dediniz, yəhudilikdən dediniz. Əsas məqam nədir ki, biz bilək ki, haqq din həqiqətən də İslamdır, digər dinlər deyil və yaxud da ki, hazırki haqq din budur. Baxın, sizə bir şey deyim. Birincisi, bundan ötəri nə etməliyik? Həmin mövcud olan dini kitabların, dinlərin əsas kitabları olan, müqəddəs kitab saydıqları kitablardan baxmalıyıq. Məsələn, götürək yəhudilikdə. Yəhudilikdə baxırıq ki, orada peyğəmbərdən danışılır. Məsələn, Lut peyğəmbərdən. Lut peyğəmbərin, üzr istəyirəm tamaşaçılarımızdan da, qızlarının atalarını içirdirib onunla cinsi münasibətdə olmalarından bəhs olunur və elə iki xalqın ortaya çıxması qeyd olunur. Bu, insanın fitrətinə uyğundurmu sizcə? Və yaxud da bu günlərə baxırıq xristianlığa. Xristianlıqda adicə deyək ki, mövcud olan İncillərin özündə belə, Yuhanna İncilində adi suyu İsa peyğəmbər güya şəraba çevirir. Spirtli içkiyə çevirir. Ondan sonra içir, keyflənir, hətta anasının üzərinə qışqırır. Yəni baxırıq ki, faydalı olanı faydasız olana çevirməkdə məqsəd nə idi? Yaxud da üçüncü bir misal olaraq xristianlıqda indi verə bilərəm. Orada belə bir anlayış var ki, insanlar dünyaya günahkar olaraq gəlirlər. Axı uşaq niyə günahkar gəlməlidir? Nə var deyir? Adəmin elədiyi bir günaha görə. Ona da əsas günah deyirlər. Əsli suç deyirlər, günah deyirlər. Niyə? Belə bir şey olmalıdır. Və yaxud da açırsınız yenə də deyək ki, Hinduizmə. Hinduizmə baxdığınız zaman orada məsələn düzdür, tanrıçalar deyilən anlayışlar var. Onlara baxdığınız zaman bir də görürsünüz ki, orada da reinkarnasiya anlayışı var və ondan başqa deyir ki, qadınlar dünyaya qadın olaraq gəlibsə heç bir zaman qurtula bilməzlər. Onlar təkrar dünyaya gələndə reinkarnasiyaya uyğun olaraq kişi kimi gəlib, gələndən sonra da təzədən dəfələrlə gələndən sonra din xadimi olandan sonra, brahman olandan sonra onlar deyir ki, nirvanaya misal üçün yetişə bilərlər, ondan sonra xilas ola bilərlər. Yəni bunu necə qəbul eləyə bilərsən? Yəni deyirsiniz ki, digər dinlərin hərəsində müəyyən bu xətalar var və bu xətalar olmayan yeganə din İslamdır. Məsələn, bu günlərim Allahın kitabı əslində bu dinlər müxtəlif adlardan sonradan çıxdı. Həmin o dinlərin kitablarına baxdığınız zaman, məsələn, mövcud olan İncillərdəki Mattanın İncilinə baxanda, Mattanın İncilində dağ vəzi var. Dağ vəzindən baxdığınız zaman bir də görürsünüz ki, Quranında bildirilən ayələrə uyğun gələndir. Deməli ki, onların da mənşəyi eyni olub, sadəcə sonrakı dövrlərdə insanlar tərəfindən təhrif edilib, dəyişdirilib. Sonra Tövrata baxsınız, Tövratda məsələn məşhur bildiyimiz deyək ki, Tanakh deyə bilinən kitabdır. Onun əmr var, başqalarını öldürməyəcəksiniz və s. kimi. Yəni bunlara baxdığınız zaman baxırsınız ki, Quranla üst-üstə düşən məsələlər var. Yəni bunların kökü, mənşəyi, mənbəyi eynidir. Eyni qaynaqdan bəhrələnib. Sadəcə sonrakı dövrlərdə insanlar öz əlavələri ilə, düşüncələri ilə, fərqliliklər əlavə eləyərək onu Allahın dini olmaqdan uzaqlaşdırıbdılar, çıxarıbdılar və bunu qəbul edən, məsələn, Yahudiliyin özündəki elə qruplaşmalar var, reformistlər var. Xristianlıqda yoxdurmu? Var. Məsələn, xristianlıqda eyni şəkildə qəbul edilsəydi, 15-ci əsrdən sonra, məsələn, Martin Lutherin dövründə protestanlıq niyə ortaya çıxsın? Bunlar hamısı etirazın səbəbi idi. Ona görə tək bunlar deyil. Məsələn, müxtəlif dinlər var ki, deyək ki, Afrika cəngəlliklərində dediyimiz Dinka dini var, Qa dini var. Ora baxdığınız zaman bunu görə bilirsiniz. Və yaxud da, məsələn, Nanao deyə bir xanımla mənim bir müsahibəm olmuşdu. Yapondu əslən. İslam dinini qəbul edib, hətta onun özü belə Yaponların da mövcud olan din anlayışına, Şintoizm dininə, Sintoizm də deyirlər,
ona etiraz eləyirdi. Buddizm anlayışına etiraz eləyirdi və axtarışda olduğunu, axırda da İslamı tapdığını, amma İslamı da hər kəsin qəbul elədiyi İslam şəklində deyil, ağla önəm verən bir İslamı tapdığını biləndən sonra İslam dinini qəbul eləyib və bu günlərimdə bəzi həmin o qəbul elədikləri məsələləri Yapon dilinə tərcümə eləyərək Yaponiyada insanlara təqdim eləyir. Yəni bunları araşdırdığımız zaman biz görürük. Məsələn, siz bu günlərim həqiqətən oturub Tanaxı başdan ayağa oxusanız dəhşətə gələrsiniz. Hələ mən digər başqa məsələləri demirəm. İncillərlə bağlı. İncillərin özü bu günlərin necədir? 27 kitabdır. 4 dənəsi İncil sayılır. Hansı İncillərdə? Mattan İncilidir, Markın İncilidir, Lukan İncilidir, Yuhannan İncilidir. Bu üçünə sinoptik İncillər deyirlər. Baxırsınız 4-cüdən fərqlidir bir-birindən. Ondan sonra gəlir elçilərin işləri. Ondan sonra gələnlər nədir? Həmin o həvarilər deyilən, İsa Peyğəmbərin sahabələr deyə biləcəyimiz anlayışdakı məktubları orada görürük. Məsələn, onların hamısı eyni şəkildə deyil ki, Mattaya görə İsa Peyğəmbərin həyatından bəhs edib. Luka özün düşüncəsindən görə İsa Peyğəmbərin həyatından bəhs edib, bioqrafiyasından bəhs edib. Biri Romalılara görə yazıb, biri paganistlərə görə yazıb, hərəsi bir şeyə görə yazıb bunları da. Yəni deyirsiniz ki, əslində qalsa bütün dinlər hamısı eyni qaynaqdan gəlir. Sadəcə olaraq insanlar bunu zamanla təhrif eləyiblər. Və müxtəlif adlardan da adlandırıb. Hazırda İslamın özündə də belə məsələ var. Məsələn, İslam özü də məzhəblərə bölünübdür, təriqətlərə bölünübdür. Belə götürəndə onda İslamı da digərləri ilə eyniləşdirmək olmaz. Siz dediyiniz bu acı reallığı, məzhəbləri, təriqətləri götürdüyünüz zaman demək olar. Çünki bundan da istifadə edib fərqli bir məzhəblər ortaya çıxartdılar ki, bu günlərim Şiə sünnini kafir hesab edir, sünni Şiəni kafir hesab edir. Kafir hesab eləmək bununla bitmir. Kafir hesab eləmək az qala bilirsiniz nəyə gətirib çıxarır? Kafir hesab eləmək artıq onun qanının halal olduğu mənasından gəlir. Onu müsəlman qəbristanlığına bastırmaq olmaz mənasından gəlir. Çünki məsələn deyək ki, sünni bütün səhabələri kulluhum udul deyirlər. Bütün səhabələrin ədalətli olduğunu deyirlər. Şiəli onların əksəriyyətini yox, böyük əksəriyyətini qəbul eləmir. Qəbul elədiyi 6-7 sahabə var. Digərlərini məsələn ikiyüzlükdə, bəzilərini münafiqlikdə, bəzilərini kafirlikdə ittiham eləyir və bu ittiham elədiklərindən uyğun olaraq da onlar bir-birlərini məsələn təkfir eləyirlər. Yəni bu doğru deyil axı. Amma biz baxdığımız zaman bəs yaxşı Quranda varmı? Halbuki Quranda deyir ki: "Və təsmu bihablillahi cəmiyan." Allahın ipindən hamılıqla birlikdə yapışın. "Və la tafarraqu" deyir. Firqələrə bölünməyin. Sonra Rum surəsindən baxdığınız zaman onların öz firqələrinə bölünüb, onlarla sevindikləri bildirilir. Yəni Allah bizdən bu günlərin firqələrə bölünmək, məzhəblərə bölünmək, təriqətlərə bölünmək Allahın buyruğuna zidd gələn bir hərəkətdir və böyük günahlardandır. Bu gün özünü Şiə, Sünni, müxtəlif adlarla adlandıranlar əslində Allahın buyurduğu ada qarşı çıxır, Allahın buyruğuna etiraz edir və böyük bir günah iş görürlər. Məsələn, Quran-Kərimə yenə 22-ci surəsi var, Həcc surəsi. Həcc surəsinin 78-ci ayəsindən baxdığınız zaman Allah bizi müsəlman adlandırır. Yəni o sülh, əminamanlıq yolunun davamçısı adlandırır. Amma biz bu günlərim nə edirik? Özümüzə məsələn biri Şiə deyir, Əhl-i Beytin tərəfdarı deyir, biri Sünni deyir, Peyğəmbərin yolu ilə gedənlər. Halbuki baxırıq ki, bir-birlərinə qarşı elə problemlər, elə ittihamlar səsləndirirlər ki, bunların bir araya gəlməsi belə absurd şəkildə olur. Məsələn, mən keçən dəfə birdən qeyd elədim. Məsələn, Sünnisi də, Şiəsi də deyir ki, Mehdinin gələcəyini gözləyir. Deyirəm ki, Sünninin gözlədiyi Mehdi ilə Şiənin gözlədiyi Mehdi bir-birindən fərqlidir. Onun gəldiyi Mehdini o qəbul eləməyəcək, bu birisinin gəldiyini bu qəbul eləməyəcək. Harda qaldı sizin birliyiniz, bərabərliyiniz? Neyniyəcək? Yaxşı deyirəm, Mehdi gəldi, neyniyəcək? Əlində qılıncla mı gələcək? Yoxsa yeni bir silahla mı gələcək? Yoxsa insanlara yeni bir həqiqətən Quranda olmayan yeni nələrisə mi gətirəcək? Təbii ki, heç birini. Yəni belə bir gözləntilərlə sadəcə insanları bir növ manipulyasiya eləyib, onlardan fərqli şəkillərdə istifadə eləyibdilər və eləyirlər. Xristianlıqda da belə bir inanc var. Təbii ki, xristianlıqda da məsələn İsa'nın Məsih olaraq, Meşiya olaraq təkrar dünyaya gələcəyi və Armagedon savaşı olacağı, ondan sonra 1000 illərin burada qalacağı, ona insanları dirildib təzədən mühakimə eləyəcəyi, ona inananlardan 1000 illər, milenyum burada yaşayandan sonra cənnətə gedəcəyi kimi anlayışlar var. Məsələn, hələ də bunu gözləyənlər var. Yəni belə başa düşürəm ki, deyirsiniz ki, bütün bunlar hamısı rəvayətlərdən, hədislərdən qaynaqlı olan bir məsələdir ki, insanlar dini fərqli şəkildə yorumlayırlar. Fərqli şəkillərdə. Təbii ki, Qurandan uzaq qaldıqca belə bir rəvayətlərə gedibdilər. Quranı anlaşılmaz olaraq qəbul edibdilər. Başa düşməyəcəklərini qəbul edibdilər. Niyə? Məsələn, günümüzdə də elə ayələri, Quranı tərcümə edibdilər ki, oxuduğunuz zaman dəhşətə gəlirsiniz. Məsələn, mən özüm də dəhşətə gəlirdim. Bir ilahiyyatçı olaraq, bir dinşünas olaraq.
Amma bunları araşdıranda görürdüm ki, bizə öyrədilən, bizə təqdim edilən, bizə tərcümə verilən, mənasını verilən sözlər eyni deyil. Yəni bizə bunu təqdim edən insanların özlərinin dünya görüşündə problem var. Bu insanların özlərinin bilgi dağarcığında həqiqətən narahatçılıqlar var. Məsələn, götürüb bunu dəfələrlə demişəm, yenə də deyəcəm. Hətta mənə bəziləri deyirlər ki, bunu çox səsləndirmə. Quran-Kərimin 78-ci surəsi olan Nəbə surəsinin 33-cü ayəsində deyir ki, cənnətə gedəcək insanlarla bağlı sinələri yenicə çıxmış qızlar veriləcək. Mən deyirəm cənnətə kişilər gedəcək, təkcə yoxsa qadınlar da gedəcək. Deyir qadınlar da. Deyirəm qadınlara nə veriləcək? Yaxşı, sinələri yenicə çıxmış nə deməkdir? Yəni bu yenicə yetişmiş, böyümüş deməkdir ki, bu günlərin uşaq da bunlar. Siz o zaman bu ifadə ilə, bu tərcümə ilə pedofilliyi gətirib çıxarmırsınızmı insanlara? Amma Buna üzr istəyirəm. Buna uyğun olaraq da sabahlarım gətirirlər ki, güya Məhəmməd Peyğəmbər 6 yaşında nişanlanıb, 9 yaşında da evlənib. Buna hansı bir kişi bugünün özünə müsəlman deyəni özünə rəva bilə bilər? Və yaxud da hansı bir kişi öz qızını kiməsə verə bilər? Yaxud da bunu deyən insanlar Peyğəmbərə necə bir uşaqbazlıq ittihamı elədiklərinin fərqindədirlərmi? Amma halbuki o kitabları yazanlar məsələn Buxaridə və yaxud da digərlərində gəlir deyə, ona görə həmin onlara toz qondurmamaq üçün Peyğəmbərə belə bir şey rəva bilirlər. Amma mənə cavab verməyə çalışanlar, məni ittiham eləyənlər, əleyhimdə video çəkənlər bu məsələyə aydınlıq gətirirlərmi? Xeyr, heç bir aydınlıq gətirmir. Niyə? Çünki o fikirdədirlər. Çünki o düşüncədədirlər. Buna inanırlar, bunu qəbul eləyirlər. Bu hədislərlə bağlı məsələni də mən belə düşünürəm ki, tam açdıq. Yaxın zamanda Yasamal qəbirstanlığında olmuşduq biz, bir çəkilişlə bağlı. Yasamal qəbirstanlığına gəzəndə orada qəbirləri gördük. Xristian insanların qəbirləri var idi, bir də müsəlmanların var idi. Xristianlarda sadə bir xaç idi, yəni çalışdıqları qədər qəbirləri sadə tutmağa çalışıblar. Amma bizimkilərdə həqiqətən də böyük, necə deyim, təmtəraq var idi, dəbdəbə var idi. Yəni, ümumiyyətlə biz müsəlmanlar olaraq nəyə görə belə dəbdəbəyə düşkünük? Bu müsəlmançılıqla bağlı deyil ki. Məsələn, eyni şeyi o zaman siz bu günlərim Səudi Ərəbistanına getsəniz, orada hətta kralın belə adi bir baş daşı qoyulduğunu, üzərinə də heç nə yazılmadığını görsəz nə deyəcəksiniz? Azərbaycanla bağlı. O zaman təbii ki, deməli ki, bu Azərbaycanla bağlıdır. Və yaxud da siz indi xristianlıqla bağlı deyirsiniz, orada gördüyünüz əsasən Azərbaycanda olanlar pravoslav kilsəsinə mənsub olan insanlardır, o məzhəbə mənsub olan insanlardır, onların qəbirlərini görürsünüz. Amma Cənubi Amerikaya getdiyiniz zaman elə qəbirlər görərsiniz ki, bizimkilər onların yanında toya getməli olar. Yəni bu sadəcə olaraq insanların özlərini sanki vəfat edən yaxınlarına daha yaxın olduğunu göstərmək üçün ortaya atdıqları bir məsələdir. Mən də adam tanıyırdım ki, qəbir daşı 300 mindən çox pul xərcləyib, dollardan gedir söhbət. Amma bu 300 min dollardan təsəvvür edin, nə qədər tələbəni oxutmaq olar, nə qədər insanı yetişdirmək olar, nə qədər insanın startapına köməklik eləmək olar, nə qədər insanın deyək ki, gələcəyə qoyacağı sərmayəyə dəstək vermək olar. Yəni bunlar bunu fikirləşirmi? Xeyr, fikirləşmirlər. Düşünmürlər. Bax, problem buradan qaynaqlanır. Tələbələr oxutmaqda... Üzr istəyirəm, bir məqamı da qeyd edeyim. Məsələn, biz elə bilirik ki, uzaq şərqdə, məsələn, götürək Yaponiyanın özünü, orada çox gözəldir, yandırırlar və salam, külünü də gətirib evdə saxlayırlar, ondan da bitir. Xeyr. Həmin o küllərin qoyulduğu yerlər var ki, həmin onun mənzərəsinin gözəl olduğu yerə görə 100 min dollar pul verirlər. İndi mən sizə başqa bir misal da verim. Məsələn, Yahudiliyin özündə bugün özüm olduğuma görə deyirəm bu yerləri, gözümlə gördüyümə görə Zeytun dağları adlandırılan bir yer var. Hətta İsa Peyğəmbərə vəhyin gəldiyi yer olaraq bilinir. Həmin orada qəbir yeri yoxdur. Orada qəbir yeri almaq istəyən bir Yahudinin bələdiyyəyə ödədiyi vəsait 500 min dollardan üstündür. Amma İslamda, ümumiyyətlə, dində belə bir şey yoxdur da. Xeyr, ümumiyyətlə yoxdur. Niyə? Çünki dinin anlayışı ölənlərlə maraqlanmır. Bir insan ölüb gedəndən sonra insan özü öldüyünün belə fərqində olmur. Bir insan öldüyü zaman sən onun üzərində istəyirsən qızıldan qoy, bir faydası yoxdur. Onun cənnətə qazanmasına səbəb olmayacaqsan. Bir insan bütün işlərini, əməllərini yaşadığı dövrdə etdiyi əməlləri ilə qazanır, dostum. Yəni mən öləndən sonra arxamca vəsiyyət eləyim ki, mənim deyək ki, müəyyən bir külli miqdarda vəsait qoyum gedim. Sonra da deyim ki, bir 100 il dayanmadan mollalar tutulsun, qəbrimin üstündə və yaxud da başqa yerdə dayanmadan Yasin oxusunlar, Quranlar oxusunlar, xətm eləsinlər və bu mənim cənnətə getməyimə səbəb olacaqsa, o zaman mən cənnəti pulla satın almış olurum. Bu xristianların, məsələn, qədim orta əsrlərdə elədikləri və protestanlığın ortaya çıxmasına səbəb olan o cənnət kağızlarının satılmasından fərqi varmı bunun? Düzdür, yoxdur. Sizcə İslam və elm bir-biri ilə ziddiyyət təşkil eləyir?
Yəni bilirsiniz necədir? Biz bu günlərin fərqli məsələləri qeyd edirik. Elm dediyimiz nədir? Əgər elm dediyimiz, science dediyimiz anlayışı ortaya çıxarıb bununla bağlı məsələni mütaliə eləməyə çalışırıq, müqayisə eləməyə çalışırıqsa, bunun özü bir yanlışdır. Çünki din İslam və yaxud da elm deyil. Elm dediyimiz məsələ nədir? Bir hipotezası olur, nəzəriyyəsi olur, qanunləşdirilmiş tərəfi olur. Amma İslam dininin məqsədi yol xəritəsidir. İnsana navigatordur. Sənin bu çətin yolda sənə seçim verir. Ya bu yolla getdiyin zaman tıxaca düşəcəksən, qırmızı olduğunu göstərir. Bu yolla getdiyin zaman yaşıl yoldur, onu tövsiyə eləyir. Seçimi sənə verir. İslamda Adəm-Həvva məsələsi var. Amma məsələn elmdə təkamül nəzəriyyəsi var ki, insanlar mərhələli şəkildə yaranıbdır. Yəni bu dediyimiz təkamül nəzəriyyəsi nə vaxt ortaya çıxdı dostum? Yəni Darwindən sonra. Darwinin özü 1850-ci illərdə bilirsiniz ki, yaşayanda onun özünün çıxartdığı ilk kitab Növlərin Mənşəyi adlı kitab idi. Ondan əvvəl də o özü Beagle gəmisinə minərək gəzintiyə çıxır və o özü heç bir zaman ateist olmadı, dinsiz olmadı. Amma bu günlərin təkamül nəzəriyyəsini əlində səbəb götürən insanlar ateizmin əsas ideoloji bir tərəfi olaraq bunu göstərməyə çalışırlar. İslamda dində və yaxud da Adəm-Həvva deyilən bir məsələ, birincisi Quranda Həvvanın adı çəkilmir. İkincisi də Adəmin ilk insan olmasından bəhs edilmir. Yəni siz deyirsiniz ki, Adəm ilk insan deyil. Xeyr, təbii ki. Ondan əvvəl insanlar olub. Təbii ki, orada Quran-Kərimə baxdığı zaman 3-cü surə Ali-İmran surəsinin 33-cü ayəsində Adəmin seçilməyindən bəhs olunur. Adəm kimin arasından seçilir? Heyvanların mı arasından seçilir? Yoxsa yad planetlərin mi arasından seçilir? Yoxsa həşəratların mı arasından seçilir? Peyğəmbər təyin edilməsi ilə bağlı məsələ var. Onda belə götürsək, təkamül nəzəriyyəsinin özü də bu günlərin o dediyimiz nəzəriyyə, onun özünü belə qəbul edən dindarlar da var, qəbul eləməyənlər də var. Eyni zamanda təkamül nəzəriyyəsini qəbul edən ateist, deist düşüncəsində olan insanlar da var, inkar edən insanlar da var. Yəni bu insanların teoloji baxımdan müzakirə mövzusu olan bir məsələ deyil. Sadəcə olaraq bunu ideoloji cəhətdən təqdim etməyə çalışırlar. Allah həqiqətən də insanı bir təkamüllə də yaratmış ola bilər. Burada bir qəbahət mi var? Yəni bu günlərim insanların özümüz belə bu günlərim yaşayan indi Yusif olaraq sizin bu yaşa gəlməyiniz özü bir təkamül deyilmi? Amma yəni məsələ burada ateist, müsəlman məsələsi deyil. Məsələ İslamın elmlə uyğunlaşıb. İslamın elmə heç bir zaman problemi yoxdur. Əksinə İslam hər bir zaman təşviq eləyir. İslam məsələn baxdığımız zaman bizim oxumağımızı istəyir. Bilənlə bilməyənin eyni olmayacağını bildirir. Birinci olaraq əmr eləyəndə məsələn bu günlərim insanlar la ilahə illallah deyirlər, amma halbuki Quran-Kərimdə Muhammed surəsi var. 47-ci surənin 19-cu ayəsindən birinci deyir ki, bilməyimizi istəyir. Yəni kör-körənə bizim göz yumulu şəkildə inanmağımızı istəmir. Bizim düşünməyimizi istəyir, araşdırmağımızı istəyir. Nəysə gəldiyi zaman bunu qəbul elədim demək deyildi. Məsələn, amma elm dediyimiz nədir? Bunu da düzgün müəyyənləşdirməliyik. Elm bunu istehsal eləyir. Deyir ki, kəşf elədi. Bunu amma götürüb bu günlərim kimsə başına vurub öldürəndə bu elmin günahı deyil. Və yaxud da elm buna qarışmır. Və yaxud da deyir ki, elm dediyimiz anlayış atom bombası düzəldilir. Bu atom bombasının Hiroşimaya, Nagasakıya atılmasına qərar vermir. Bunu siyasətçilər qərar verir. Elm sadəcə bunun işləyib işləmədiyinə qərar verə bilir. Və yaxud da onun atom bombasının gözəl, estetik olub olmadığına elm qərar vermir. Və yaxud da bunun orada ölən insanların sonrakı durumu və s. ilə bağlı, düşüncələrlə bağlı elm ona qarışmır, fəlsəfə qarışır bu dəfə. Yəni ona görə deyirəm ki, bunları biz müəyyənləşdirməliyik. Ona görə də din və elmi qarşı-qarşıya. Xristianlıq dövründə necə idi? Təbii ki, mövcud olan elm anlayışına etiraz edirdilər ki, onların gətirib çıxartdığı məsələ nə idi? Deyək ki, həmin dövrdə elmin inkişafının qarşısına mane idi. Ona görə onlar dindən uzaqlaşdılar. Din və elm arasındakı məsələnin ortaya çıxmasının səbəbi onlardır əslində. Yəni İslam dinində belə bir şey olmayıb. Məsələn, bu günlərin baxdığınız zaman İslamla bağlı cəbr olsun, həndəsə olsun, digərləri olsun, bunlar ancaq təşviq edilib və insanlar bu günlərimdə onlar həmin dövrdə yaşamış müsəlman insanların adı ilə bağlıdır. Cəbrin özü olsun, digərləri olsun. Məsələn, İbn Sinanın vaxtı ilə elədikləri əsrlər boyu insanlara müxtəlif yerlərdə tədris olunub. Amma siz xristianlıqdan misal gətirdiniz. İslamın özü də bəzi dövrlərdə, xüsusilə Osmanlı dövründə, Osmanlının o inkişafı dövrü var idi ki, yəni inkişafından sonra tənəzzül dövrü var idi. Tənəzzüldə həqiqətən də bu din xadimlərinin elmin, texnologiyanın inkişafına ciddi şəkildə mane olduğunu biz görürük. Bax, bu İslam deyil ki.
Müsəlmanların elədikləri yanlışların nəticəsində. Amma məsələn xristian da belə müdafiə edə bilər ki, bu xristianlıq deyil, əsl xristianlıq belə deyil. Məsələn Amma Martin əsl Luther King xristianlığa baxa bilirik də. Əlimizdəki kitablara baxa bilirik. Xristianlıq ona görə ayrıldılar da. Ona görə 2000-dən çox məzhəbləri var. Məsələn, bu günlərim deyək ki, mən sizə bir misal verim də. İlk dəfə mətbəə çap olunandan sonra ilk çap olunan kitab hansı olur? 1455-ci ildə tapılan İncil olur. 42 sətirdən ibarət bir Gutenbergin kitabı olur. Həmin o kitabdan başqa, amma İslam dünyasında nə vaxt çap olundu ilk dəfə? 1850-ci illərdə. İlk dəfə Hindistanda, daha sonra ikinci dəfə yenə Hindistanın Bombey şəhərində. Niyə icazə vermirdilər? Çünki onunla bağlı bir sənaye formalaşmışdı. Dəriçilik var idi orada, xəttatlıq var idi orada, çernelin ortaya çıxarılması var idi orada. Sonra insanların buradan bəhrələnib məsələn satma məsələsi var idi. Bununla bağlı fətvalar verirdilər ki, olmaz. Sonra da icazə veriləndə də dinlə bağlı, misal üçün dini kitabların çapını qadağan edirdilər, Quranı qadağan edirdilər. İlk dəfə müsəlmanların mövcud olan əllərindəki kitabı çap eləyən İtalyan bir şəxs olur ki, o çap eləyir Quranı. Təbii ki, bu geriçilik idi. Amma Allahın istədiyi budurmu? Xeyr. Bu nədir? Müsəlmanların özlərinin mənfəətlərinə uyğun olaraq verdikləri qərarlardır, siyasi qərarlardır. Osmanlı bəyəm İslamın yer üzündəki belə rəhbəri mi olub? Sadəcə istifadə eləyib. Və yaxud da Əndəlis Əməvi dövləti İslamın rəhbəri mi olub? Xeyr, istifadə eləyib. Abbasilər istifadə eləyib, Əməvilər istifadə eləyib. Və yaxud da Buddizmin özündən istifadə eləmədilərmi? Elədilər. Akoşa həmin dövrdə imperatoru istifadə elədi. Xristianlığın özündən istifadə eləmədilərmi? Elədilər. Konstantin, ondan sonra Teodius bundan istifadə elədi. İmperiya dini halına gətirdi. İnsanları birləşdirməyə çalışıb öz iqtidarını gücləndirməyə cəhd elədi. Elə söhbət düşmüşkən teokratik dövlətlərdən danışmaq istəyirdim, dini dövlətlərdən. Hazırda məsələn nə qədər elə dini dövlət var ki? Məsələn, yəni belə götürəndə keçmiş dövrə baxanda hardasa 200 il, 300 il demək olar ki, bütün dövlətlər elə idi. Məsələn, Azərbaycanda Səfəvilər dövləti elə idi, şiəlik üstündə qurulmuşdu. Osmanlı dövlətinin özü elədi, yəni sonradan qəbul eləmişdi Yavuz Sultan Səlimi 1516-cı ildə Mehrdabad savaşındakı qalibiyyətindən sonra xəlifəliyi Osmanlıya gətirmişdi. Yəni bunlar özlərini daha çox xəlifə hesab edirdilər, İslamın davamçısı hesab edirdilər, Allahın kölgəsi hesab edirdilər. İndinin özündə də məsələn İran dövlətinin özü dini dövlət hesab edir də özünü. Yəni sizin bu dövlətlərə münasibətiniz necədir? Baxın, o dediyiniz məsələlər bunları ayırmaq lazımdır. Orta əsrlərdəki olan dövlətlərlə müasir dövlətlər arasında. Məsələn, İranı misal verirseniz, İran bu günlərin rəsmi olaraq adı necədir? İran İslam Cumhuriyyəti gedir. Respublikadır. O teokratik dövlət olaraq bunu qəbul eləmir. Sadəcə olaraq dinin üzərində bir din xadimi, prezidentin üzərində təyin edən bir məsələ var. Eyni zamanda gəlin götürək bu günlərim həmin o digərləri monarxiyanı qəbul edən bəzi ölkələri göstərə bilərik. Və yaxud da bu günlərim deyək ki, başda kral var, amma hökumətin, baş nazirin və s. idarə edədiyi Avropa qərb ölkələri var. Yəni bunlar bir-birindən fərqlidir. Məsələn, bu günlərim İngiltərənin özündə deyək ki, kral eyni zamanda Anglikan kilsəsinin böyüyüdür. Amma bu teokratik dövlət olduğu mənasına gəlmir ki. Sadəcə Böyük Britaniyaya və yaxud da İngiltərəyə də məxsus deyil. Kanadada da odur, deyək ki, Avstraliyada da odur. Onun kimi bir 14-15 ölkənin rəhbəridir. Amma bu, həmin o dövlətlərin dini dövlət olduğu mənasından gəlmir. Dini dövlət olaraq biz bu günlərin Vatikanı görürük ki, Vatikan da bir küçədən ibarət olaraq bir dövlət olduğunu görürük. Sadəcə olaraq 1,5 milyarda yaxın katoliklərin rəhbəri olduğuna görə dünyanın hər bir yerində bu cürədə rəğbətlə qarşılanır. Amma orta əsrlərdə olduğu zaman, orta əsrlərdə də insanların sadəcə olaraq o demək deyildi ki, onlar dini dövlət. Sadəcə dindən həmişə istifadə edibdilər. Çünki insanların dini inancından faydalanıb öz iqtidarlarını ayaqda saxlayıbdılar. Məsələn, Osmanlı dini dövlət olub neynədi? Sadəcə istifadə elədi. Başqalarından deyək ki, dinimi çatdırmağa çalışırdı. Xeyr, öz gücünü istifadə edirdi. Amma məsələn, Avropanın, məsələn, Arnavutluq deyirlər indi, Albaniya falan, bu kimi ölkələrə müsəlmanlığı yaydı. Avropaya yaydı, Viyanaya kimi gəlib çıxmışdı. Yəni, Viyanaya kimi getmiş deyəndə bunların özlərinin içində Quran anlayışı yox idi. Quranı heç tərcümə edib insanlara təqdim eləməmişdilər. Yəni, siz deyirsiniz ki, biz İslam mədəniyyətini insanlara, yəni xüsusilə Osmanlı və digər dövlətlər çatdıra bilməyibdi. Əsl İslamı çatdıra bilməyib. Yəni İslamın məqsədi bir dövlət qurulması deyil. İslamın məqsədi fərdlərlə iş aparmaqdır. Amma Peyğəmbər dövlət qurmuşdu. Xeyr, heç bir dövlət qurmayıb. Sadəcə olaraq
Onlara sonrakı dövrlərdə indiki dövrlə əlaqələndirdiyi zaman sitə dövləti deyirlər. Sitə dövlətin başçısı olaraq qəbul edirlər, amma Məhəmməd peyğəmbərin Quran-Kərimdə dövlət sözü bir yerdə keçir. O da bizim başa düşdüyümüz mənada deyil dövlət. Yəni siz xüsusilə Quranı götürürsüz və digər hədislərin belə hesab edirəm ki, hamısını rədd edirsiniz. Yəni amma belə götürəndə namazın özünün qılınması məsələsi var ki, Qurani-Kərimdə namazı necə qılınacağımıza dair bir məsələ var. Quran-Kərimdə namazın qılınması ilə bağlı əmr də yoxdur. Deyir ki, yəni, orada nə deyir? Aqimus salah. Həmin namazı düzgün yerinə yetirin. Bu namaz bilinən bir məsələ idi. Xristianlıqda da namaz anlayışı var əslində, Yahudilikdə də namaz anlayışı var, əslində Buddizmdə də namaz anlayışı var. Oxunan ayələr, surələr. Qurandan istədiyini oxuya bilərsən, orada problem yoxdur ki. Yəni məsələn Fatihə ilə başlamaq, yəni nə bilim, Elə bir şərt yoxdur. yəni Quranın istədiyin ayəni oxuya. Məsələn, səcdəyə getmək. Bəli, orada Quran-Kərimdə səcdə sözü gəlir, ruku sözü gəlir, Amma qiyam bir sözü gəlir. ardıcıllığı var. qiraət sözü Dəst namazı gəlir. necə Ardıcıllıq alınacağı. həmin o namaz deyir. Hansı namaz? Bilinən namaz idi. Bu günləri məsələn bir adam namaz qılmırsa, o demək deyil ki, namaz yoxdur. Sadəcə o əməl eləmir. Quran-Kərimdə də məsələn oruç gələndə də nə deyir? Sizdən əvvəlkilərə əmr edildiyi kimi onlar da orucun nə olduğunu bilirdilər, namazın nə olduğunu bilirdilər, həccin nə olduğunu bilirdilər. Sadəcə içini boşaltmışdılar, fərqli şəkildə təqdim edib həyata keçirirdilər. Bu günləri məsələn Süryani xristianlara getdiyiniz zaman məəttəl qalarsınız ki, ya müsəlmanlar kimi bunlar namaz qılır. Və yaxud da Yahudilərin müxtəlif məzhəbləri var, baxarsınız ki, elə biləcəksiniz ki, müsəlmanlar kimi namaz qılırlar. Buddizmin özündə məsələn elə qolları var ki, onlara məsələn mən bəzilərinin videosunda çəkmişdim. Onların namaz kimi namazı elədiklərinə, əyildiklərinə şahid olacaqsınız. Yəni biz deyirik ki, Quranda yoxdur. Quran bilirsiniz necədir? Məhəmməd peyğəmbər özündən heç bir yenilik gətirmədi. O vaxtı Roma papası olan əvvəlki adı ilə Ratzinger, sonra Benedikt deyəsən səhv eləmirəmsə oldu. Onun gətirdiyi bir ifadə var idi ki, bəli Məhəmməd peyğəmbər yeni heç bir şey gətirmədi. Əslində doğru deyirdi. Sadəcə onun deyiş tərzi peyğəmbəri aşılamaq mənasında olduğuna görə başqa cür qəbul edildi. Məhəmməd peyğəmbərin gətirdiyi təkrar həmin o mövcud olan anlayışı canlandırmaq, həyata keçirmək, onu diriltmək idi. Yoxsa Məhəmməd peyğəmbər özünə heç bir yenilik gətirmədi. Yeni bir ibadət forması gətirmədi, yeni bir ritual gətirmədi. Fikirləriniz digər ilahiyyatçılarla konkret şəkildə ziddləşir. Mən belə bir sual vermək istəyirəm ki, Azərbaycanda özünüzdən başqa bəyəndiyiniz, izlədiyiniz ilahiyyatçı var ki, bunun fikirləri sizinlə bənzərlik təşkil edir və cəmiyyət arasında. Baxın Yusuf qardaşım, belə bir şey deyim. Bu günlərim həmin o ilahiyyatçıların düşündükləri kimi mən də həmin o cürə düşünmüşəm. Niyə? Çünki bizə elə öyrədilib. Araşdırmamışdıq. Elə bilirdik ki, hər şeyi bilirik. Artıq biraz araşdırmağa başlayandan sonra gördüm ki, mən özüm heç nə bilmirəm. İndinin özündə də o fikirdəyim. Sadəcə öyrənirəm, çalışıram, araşdırıram. Məsələn, bir məsələ gəldiyi zaman onun kökünə getməyə çalışıram ki, bu söz işlədiləndə hansı mənada işlənirdi? Məsələn, Quran-Kərimdə qadınların döyülməsi mənə həmişə ilk etiraz elədiyim məsələlərdən biri olub ki, mənim ilk dünyaya gələn 2 qızım var idi. Axı mən öz qızlarımın döyülməyinə razı deyiləmsə, Allah necə ola bilər ki, xanımların hətta elədiyi səhvə görə döyülməsinə əmr eləsin, buyursun. Belə bir deyirdim, Allah təsəvvürü ola bilməz. Allah belə bir öz yaratdığına qarşı yanaşa bilməz. Mən bunu araşdıranda məsələn nə oldu? Orada vadribuhun nə sözü var? Daraba sözü. Vurmaq mənası verilir. Baxdım Azərbaycan dilinin özündə belə vurmaq sözünün 30 dənə Azərbaycan dilinin izahlı lüğətlərində 30 mənası var. Hər yerdə ayrı-ayrı mənadadır. Məsələn, göz vurmağı sən götürüb vurmaq mənasına başa vura bilmərsən. Qulaq ardına vurmağı vurmaq mənasına başa düşə bilmərsən. Amma baxdığımız zaman görürdük ki, həqiqətən indiyə qədər insanlar bu cürə düşünüb, bu cürə təqdim edibdir. Məsələn, Qurana baxırdıq ki, belə tərcümə veribdilər ki, güya bir kişi xanımına desə ki, sənin belin mənim anamın beli kimidir, o ona haram olur. Qurana baxırdıq ki, bu cürə təqdim olunur. Belə bir şey ola bilərmi? Xeyr. Fikirləşirdim ki, bəlkə qadın ərinə desə ki, sənin də məsələn əzələlərin mənim atamın əzələləri kimidir, o zaman necə olacaq? Gördüm, burada da qadın anlayışı ikinci dərəcəlidir. Və yaxud da məzhəblərə bölünmələr, firqələrə bölünmələr, bir məsələ ilə bağlı müxtəlif fikirlərin ki, o onu qəbul edir, bu bunu qəbul eləmir. Baxdım ki, bunlarda yanlışlar var. Ona görə mən bunlardan, bu düşüncədən ayrıldım. Həqiqətən araşdırmağa başladım. Araşdırdıqca da çox ciddi məsələlər ortaya çıxırdı. Məsələn, bir dənə Quran-Kərimdə baxırsınız ki, Muhammed surəsində deyir ki, onları tərcümələrini veriblər ki, boyunlarını vurun. Sonra da deyir ki, onları əllərini bağlayın, əsirləri belə. Boyunlarını vurursan, burada da əsirlər. Baxırsan ki, orada nə boyun vurmaqdan gedir söhbət, nə də başqa bir şeydən. Sonra baxırsınız ki, oğrunun əlini kəsin deyə tərcümələr veribdir. Oğrun niyə əli kəsilməlidir?
Bunun tövbə eləmək, geri qayıtmaq anlayışı yoxdurmu? Nəyi nə qədər oğradığı zaman bu olmalıdır? Bir çörək oğradığına görəmi, 100 min oğradığına görəmi, 1 milyon oğradığına görəmi, korrupsiyaya bulaşdığına görəmi, hansına görə? Bunları araşdırırıq ki, bunlar yoxdur. Ona görə gətirib elə bir hala salıbdılar ki, bu bizim dediyimiz İslam, Allahın buyurduğu İslam, həqiqətən o insanların dediyi İslamdan tamamilə fərqlidir. Hətta mən iddia edirəm ki, bu günlərim Musa peyğəmbər gəlsə Yahudiliyi görsə tanımaz. İsa peyğəmbər gəlib xristianlığı görsə dəhşətə gələr ki, onu tanrılaşdırıbdılar. Muhammed peyğəmbər də gəlib bugünkü İslamı görsə, həqiqətən mən sizdən uzağam deyər. Çünki Muhammed peyğəmbərlə bağlı da elə məsələlər gətiriblər ki, peyğəmbəri də aşağılayıbdılar. Güya bir ifadəni işlədim. Güya çöldə gözəl bir qadın gördüyü zaman dərhal xanımlarının yanına qaçırmış ki, onlarla bir ünsiyyət. Qardaş, siz peyğəmbəri sonra da deyirlər, peyğəmbəri digərlərindən fərqləndirmək üçün 30 kişinin gücü verilib. Peyğəmbər üzr istəyirəm, bir nəyin simvolu kimi təqdim eləməyə çalışırsınız siz? Yəni İslam budurmu? Yoxsa peyğəmbər həqiqətən Quran-ı Kərimdə bizə bildirir, sahibukum deyir, sizin dostunuz deyir, yaxınınız deyir. Bizim özümüzə yaxın bildiyimiz bir insanı bizdən uzaqlaşdırıb onu ya tanrılaşdırma, yaxud da aşağılamanı eləmirsinizmi? Bu Quranın dediyi peyğəmbər deyil. Ona görə baxdığımız zaman digər ilahiyyatçılar, görüşdüyümüz ilahiyyatçılar var, hansı biri çıxışlar eləyir ki? Elədiklərdən baxırsınız, ya mənə cavab verməyə çalışırlar, ya bizim gətirdiyimiz məsələlərə görə böhtanlar atmağa çalışırlar. Bunları necə dinləyəsən? Söhbət eləmək əlbəttə hər bir zaman qapım, könlüm, canım, ürəyim hər zaman açıqdır. Söhbət də eləyə bilərik, amma bunlar özləri çəkinirlər, qaçırlar ki, onunla söhbət eləmək haramdır deyirlər. Amma belə başa düşürəm ki, deyirsiniz ki, digər ilahiyyatçılardan dinləniləcək Azərbaycanda yoxdur. Yəni dediyinizdən belə bir məna çıxır. Bax, belə bir məsələni də deyim. Bu günlərim rəsmiyyətdə təmsil olunan bəzi ilahiyyatçılar var. Dövlət qurumunda çalışanlar, dini komitədə çalışanlar, ilahiyyatda çalışanlar oturub ən deyək ki, bilinən, yaxşı birindən söhbət edirəm. 3 saat söhbətimiz olub. Deyirəm ki, bax, sən bu söhbətimizi ictimailəşdirə bilərsən, deyir, xeyr. Deyirəm, səninlə bizim fərqimiz bundadır. Mən hər bir şeyimi fəda eləməyə hazıram, ancaq sən adicə, sənə nə var, özəl sürücü verilir, özəl deyək ki, 4 nömrə hökumət telefon nömrəsinə sahibsən deyə, bunları itirmək qorxusu olduğuna görə sən bu həqiqətləri sadəcə ikimizin arasında deyə bilirsən. Halbuki sabahlarım Allaha nə cavab verəcəksən, bunu deyə bilmir o insanlar. Dinlə qazananlar. Allah da aldadanlar. Quran-ı Kərimdə ifadədir. Məsələ budur. Məsələn, keçən dəfə biri var idi. Ad indi deməyim doğru deyil, komitə sədrinin müavinlərindən biri deyim. Adama dedim ki, artıq sən o qədər məmurlaşmısan ki, o qədər dəyişmisən ki. Və tək deyildik yanımda bunu deyəndə. Dedim, biraz axirəti düşün. Hər an gözümüzü yumub Rəbbimizə qovuşa biləcəyik. Yəni qovuşduğumuz zaman nə deyəcəyik, nə cavab verəcəyik? Onun dininə mi uyğun hərəkət elədik, yoxsa bəzi vəzifəyə görə, bəzilərinin yanında müəyyən hörmət qazanmağımıza görə, bəzilərinin yanında müəyyən deyək ki, səlahiyyətimiz olduğuna görə mi hərəkət eləyəcəyik? Buna dedim, düzgün qərar verməlisən. Demirəm, sabahlarım etiraz. Xeyr, düzgün şəkildə Allahın dinini insanlara çatdırmağa. Amma bu insanlar nə edir? Mənim kitabımı qadağan eləyir, mənim müəyyən yerlərə çıxmağımın ənində əngəl törədirlər. Budurmu sizin elədikləriniz? Mənim üçün xoşdur. Mən Rəbbimə bilirəm nə cavab verəcəm. Bəs siz nə cavab verəcəksiniz? Siz burada internet əsrində yaşayırıq. Mən bundan gözəl şəkildə faydalanıram. Lap burada olmayacaq, başqa yerdə. Amma əsas məsələ odur ki, bu haqqı, həqiqətləri insanlara çatdırıb, insanların ayılmasına, oyanmasına səbəb oluruqmu? Yoxsa insanların dindən uzaqlaşıb ateist, deist, agnostik olmağına mı səbəb oluruq? Təsəvvür edin, adamlar mənim əleyhimdə video çəkirlər. Çəkdikləri videoda insanları, başqalarını dindən soyudurlar. Yəni bunların üzərində biraz heç olmasa bir təbəssüm olsun, biraz insanları dəvət eləsinlər. Ancaq bəddiyi, ancaq kafirliyi, ancaq Allah qorxusu, ancaq Allahdan uzaqlaşdırmaq kimi məsələlərlə insanlara gəlirlər. Bu din ola bilməz. Bu İslam ola bilməz dostum. Sizinlə söhbət eləyəndə elə bil Mirzə Cəlilin, Sabirin, ondan sonra Mirzə Fətəli Axundovun əsərlərini oxuyuram. Yəni o bu havanı alıram. Yəni bilirsiniz necədir? Məsələn, Cəlil Məmmədquluzadəni oxuduğunuz zaman onun ölülərinin bu günlərimdə aktual olduğunu bilmək həqiqətən təəssüf vericidir. Mirzə Ələkbər Sabirin Hop naməsinin eyni şəkildə bu günlərim əgər əzbərləyib insanlara danışdığım zaman sadəcə olaraq həmin dövrdəkilərdən geyim formamızın dəyişdiyini, müxtəlif alətlərdən istifadə elədiyimizin şahid oluruq. Mirzə Fətəli Axundov nəyə etiraz eləyirdi? Dinə mi, yoxsa mövcud ətrafında gördüyü müsəlmanların elədiklərinə mi?
O insanların ayıltmasına çalışırdı. Hərflə bağlı deyək ki, inqilablar eləməyə çalışırdı, dramaturgiya ilə bağlı çalışırdı və neynirdi? Kemalet dövlət məktublarını boşuna mı yazdı? Yəni ona görə bəzən elə məsələlər var ki, gördüyü insanlar, bəziləri biz o klassik dediyimiz insanları belə əgər bu günlərin aktuallığını qoruyursa, bu bizim üçün baş ucalığı deyil, utanc verici bir məsələdir əslində. Təşəkkür edirəm Elşad bəy. Çox sağ olun, gözəl söhbət idi, minnətdaram. Sağ olun. Elşad Miridən Quranı sevdirəcək yeni əsər, Ali İmran surəsinin izahlı tərcüməsi, Quranda başa düşülməyən ayələr varmı? Quran Tövratı və İncili necə təsdiq edir? Allahdan qorxan, Allahı ürəkdən sevə bilərmi? Quranda kişilər qadınlardan üstün tutulurmu? Qurandakı şəhid, cihad, rəsul, qeyb sözlərinin mənası nədir? Bu kitabda bir çox suallarınıza cavablar tapacaqsınız. Kitabı 051 408 08 88 nömrəsinin WhatsApp-ına yazaraq və 012 408 08 88-ə zəng edərək əldə edə bilərsiniz.